Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bugün sizlərə internetdə axtarış mövzusunun icmalının izahını verəcəm. Müəllimlər, bu mövzu bildiyimiz kimi metodik vəsaitdə yoxdur. Mən bunu metodik vəsaitdə sadəcə olaraq ad standartını götürüb ona uyğun sizlər üçün gündəlik icmal tərtib etmişəm. Deməli, müəllimlər, sinif 6-cı sinifdir. Mövzu internetdə axtarış mövzusudur. Ad standart 331 internetdə sadə axtarışları icra edir. Təlim nəticəm axtarış sistemlərini tanıyır. Axtarış zamanı tapılan resurslardan istifadə edir. İnteqrasiya fənn üstü, fənlər arası, coğrafiya ilə qiymətləndirmə, tanıma, icra etmə, iş formanı, qrupla iş üsulu, Frayer modeli, beyin həmləsi sorğu, resursların proyektor, elektron lövhə, dərslik, web 3 aləti. Motivasiyaya belə başlayıram. Müəllim sinifə belə bir suala müraciət edir. İnternet nədir? İnternetdə məlumat asanlıqla necə tapmaq olar? İnternet nə üçün informasiya xəritəsi hesab edirlər? Əlavə suallar da verə bilərsiniz. Şagirdlərin fikirləri dinlənilir. Ondan sonra müəllim süni intellekt alətindən istifadə edərək, personajın danışığından istifadə edərək suallar verilir. Məsələn, süni intellekt alətində şəklin danışması var. Mən burada bir personaj seçirəm və personajın danışması. Süni intellekt aləti JOG-AI istifadə edirəm. Yəni, yəqin ki, bu haqda məlumatınız var. Şəkilləri danışdırmaq olur. Mən də bunu sırf bir personajın üzərində edirəm və o başlayır uşaqlara maraqlı məlumat nəzərinə çatdırmalı. Rəqəmsal xəzinə axtarışı. Məşhur dəniz quldurları sərvətlərini əlçatmaz yerlərdə gizlədirdilər. Onlar bu dəfnənin yerini göstərən xəritələri və gizli saxlayırdılar. Belə xəritələr çox vaxt şifrlənirdi ki, onları tapan insanlar bu xəritələrdən istifadə edə bilməsinlər. Günü bugün də bəzi insanlar belə xəritələrin axtarışı və onların şifrlərinin açılması ilə məşğul olurlar. Dəniz quldurları xəzinələrini gizlədirdi və bu xəzinələrin yerini göstərən xəritələrdə şifrəli işarələr olurdu. Bu haqda məlumatı nəzərinə çatdırdıqdan sonra, yəni burada o danışaraq nəzərinə çatdırır və hətta belə deyək, elektron lövhənin bir kiçik bir hissəsindən şagirdlərə belə deyək, bizim bölgələrimiz haqqında, Qarabağ bölgəsi haqqında o mənzərələri, görməli yerləri xatırladaraq belə bir hissədə deyir ki, biz bugün sizin Azərbaycanın Qarabağ bölgəsi və yeraltı və yerüstü sərvətlərini araşdıracaq deyir. Sonra tədqiqat sualını deyir, sizcə axtarış edərək Qarabağ bölgəsinin olan resurslar haqqında necə ətraflı məlumat əldə edə bilərsiniz? Şagirdlərin bu barədə fikirlərini bildirirlər. Müəllim şagirdlərə dəstəkdə olan informasiyanı şagirdlərə ötürür. Müəllimlər, personajın danışmasından sonra biz o, belə deyək, görünməli yerləri əlaqələndirək. Burada da inteqrasiya coğrafiya ilə olmuş olur. Nəzərinə çatdırırıq. Ondan sonra müəllimlər gəlirik. Müəllim bu dərslikdə olan informasiyaları nəzərinə çatdırır. Yəni dediyim kimi, bunlar sizə çox görünə bilər. Bunlara sadəcə olaraq biz şagirdlərə, belə deyəcək, axtarış sistemləri nədir? Şagirdlərə axtarış sistemləri haqqında məlumat veririk. Necə axtarmaq lazımdır? Bunlar haqqında məlumat veririk. Çünki bunlar olmalıdır. Ya da bunları 2-3 cümlə ilə, yenə dediyim kimi, deyəcəksiniz, mütləq deyil ki, bunların hamısını danışasınız. Sonra fəaliyyət hissəsinə keçirik. Şagirdlərin nəzərinə qiymətləndirmə meyarları çatdırılır. Fəaliyyəti belə vermişəm şagirdlər. Şagirdlər qruplara bölünür. Qrupların hər bir müxtəlif axtarış sistemlərində bölgələrimizin barəsində məlumat əldə edəcəklər. Sonra hazırladıqları məlumatlara əsasən təqdimat hazırlayıb təqdim edəcəklər. Qruplar, məsələn, 4 qrupa bölünür. Kəlbəcər, Zəngilan, Şuşa, Ağdam qrupu və hər biri tutaq ki, Kəlbəcərin yeraltı və yerüstü sərvətlərini araşdıracaq. Zəngilanın, Şuşanın, Ağdamın araşdırma edib və sonunda da təqdimat edəcəklər. Və refleksiyada şagirdlərə sorğu əsasına keçirəm, suallar verirəm şagirdlərə və şagirdlər sualları cavablanır. Ən sonunda qiymətləndirmə meyarlarını da təyin etmişəm. Axtarış sistemlərini seçə bilmir, yəni tanıya bilmir. Axtarış sistemlərini seçir, tanıyır. Axtarış sistemlərini seçir, amma düzgün açar sözləri qeyd etmir. Axtarış sistemlərini tanıyır və düzgün açar sözləri qeyd edir. Axtarış zamanı tapılan resurslardan istifadə edə bilmir. Axtarış zamanı tapılan resurslardan yerində istifadə edə bilmir. Axtarış zamanı tapılan resurslardan istifadə edir. Axtarış zamanı tapılan resurslardan istifadə edir və təqdimatı hazırlayır. Çünki şagirdlərimiz ən son olaraq sonda təqdimatı hazırlamalıdır. Bunu da hazırlayanlar 4-cü səviyyə uyğundur. Bu qədər müəllimlər, bu icmalımıza çalışdım ki, yaradıcı yanaşam. Sağ olun müəllimlər.